Bugünkü paylaşım ürək əzələsini gücləndirən, xolesterolu, gərginliyi və stressi azaldan yemişən bitkisi haqqındadır. Faydaları bunlardır. 1. Ürək sağlamlığını dəstəkləyir. Ürək əzələsini gücləndirir. Qan dövranını yaxşılaşdırır. Təzyiqin tənzimlənməsinə kömək edir. Aritmiya və ürək döyüntüsünü azaldır. 2. Sinir sisteminə sakitləşdirici təsir edir. Gərginliyi və stres əlamətlərini azaldır. Yuxusuzluğa qarşı faydalıdır. Sakitləşdirici çay kimi də istifadə olunur. 3. Qan damarlarını genişləndirir. Xolesterolu azaldır. Damar sərtliyinə qarşı qoruyucu təsir göstərir. Beyin qan dövranını dəstəkləyir. İstifadə qaydası belədir. Yemişən meyvəsi və ya çiçəkləri qurudularaq dəmlənir. Çay kimi 1 çay qaşığı yemişən və 1 stəkan qaynar su 15 dəqiqə dəmləyib içilir. Gündə 1-2 dəfə içmək kifayətdir. Daimi dərman qəbul edənlər və ya ürək xəstəliyindən əziyyət çəkənlər yemişanı həkimlə məsləhətləşərək istifadə etməlidir.